Fərid Mansurov. Güləşçi də. 2004-cü ildə olimpiyadaya yollanmamışdan öncə biz gəldik güləşçilərdən kimisə, Yunan-Roma güləşçilərindən kimisə çəkməli idi jurnalda, Aynəs jurnal baxırdı Elman, mən onun baş redaktoru idim. Orada çəkməli idi kimisə, kim ki idman hərəkətləri edir və Azərbaycanlı idmançı digər Azərbaycanlılara tövsiyə edir ki, bu hərəkətdə. Biz gəldik, o vaxt çox adlı idmançılar var idi. Onlar da deyir ki, biz olimpiyadaya hazırlaşırıq, vaxtımız yoxdur. Kimsə məşqçilərdən dedi ki, Fərid, vaxtın var, o da Nazqozla, hə, yaxşı, mən çəkilərəm. Fərid, gəlin də gedək bizi ilə studiyada, orada işıq doğrudur, düzgündür, orada çəkək. Fərid Mansurov, hələ heç kimin tanımadığı Fərid Mansurov, yəni o vaxtı bu qədər populyar olmayan Fərid Mansurov olimpiya çempionu deyil. Gəlir bizimlə bir yerdə vaxt keçirir, maykasını unudur, gedir. Mayka da qalıb orada məndə şkafda asılıb və bir neçə aydan sonra mənim şkafımda olimpiya çempionunun faktiki olaraq genetik necə deyirlər, bir məlumatlarını daşıyan bir mayka var və mən heyran qalmışdım. Hətta o vaxt biz Aynəs birinci adam olmuşdu, kimsə vurmuşdu Fəridin evinə. Çünki Fəridin yanılmamsa onda deyəsən mobil telefonu mu yox idi, yoxsa nəsə belə bir hekayə var idi ki, biz onunla əlaqə yaratmaq üçün ya da məşq toplanışlarında olur deyə telefona cavab vermir deyə evinə zəng vurub bu cür əlaqəyə çıxırdıq. Biz də birbaşa evinə zəng vurduq. Buradan qızıl medal, Aynəs gəlir düz valideynə. O vaxt birinci dəfə idi belə şey ki, olimpiya çempionunun dərhal evindən canlı yayım.